Əyyub müəllim, bu yəni yeni xəbər deyil. Siz özünüz dediyiniz kimi çörəyin içindən də çıxır. Qarşıdan indi yay gəlir. İstidir, hava xoşdur, könlümüz açılır, amma qanımız da qaralır. Ona görə ki, birazdan dondurmalar çıxacaq. Bax, dondurmaların hazırlanması qaydaları, dondurmaların satışı, saxlanması qaydaları, bütün bunların hamısını biz bilirik. Dönərdən zəhərlənmə də o günümüzün də sensasiyon xəbər deyil o. Restoranlardan yeri gəlmişkən, restoranlarda bu günlərdən bir neçə şadlıq evinin hətta bağlanmasıyla bağlı xəbər, qida təhlükəsizliyi demək agentliyi bununla bağlı məlumat da yaydı. Bax, biz nədən, onda nə yeyək, nə içək, nədən qorunaq biz? Ən bax, zərərli məhsullar hansılardır ki, biz onu yeməyək? Qida Təhlükəsizliyi Agentliyi yaranandan biz çalışırıq ki, onlar daha effektli işləsinlər və müəyyən işlər görürlər. Lakin nə iş görsələr də o zəruri olsa da kafi deyil, çox təəssüf. Ona görə zəruriliyi aydındır. Ona görə kafi deyil ki, onlar bu segmenti, yəni qida segmentini tam həyata edə bilmirlər və yaxud qanunlar onların əl qolunu bağlayıb, onların öz nizamnamələri. Nizamnamələrində yəni cəld yoxlama mexanizmi yoxdur. Kadrları çatışmır, yoxsa necə? Yox, ümumiyyətlə, hökumətin biznes qurumları üçün yaratdığı son dərəcə dünyanın heç bir ölkəsində olmayan rahat bir şərait var. Yəni biznes qurumları heç kəsi yoxlaya bilməz, orada heç müşahidə də apara bilməz. Bağlı qapılar arasında nə iş görürsən gör. Dövlət biznes qurumlarına böyük inam göstərib, belə bir şərait yaradıbdır. Bu yaxşı haldır. Lakin qida məsələsində mən düşünürəm ki, bu vəziyyət dəyişməlidir. Yəni Qida Təhlükəsizliyi Agentliyi yoxlama aparmaq üçün uzun bir prosedur keçməlidir, bürokratik bir prosedur. 4 gün öncədən qarşı tərəfə deyilməlidir, gəlirik sizi yoxlamağa, qanunvericiyə görə belədir ki, gəlirik, nəyi yoxlayacaqlar. Hələ Qida Təhlükəsizliyi Agentliyi bu xəbərdarlıqları eləyib, gəlib restoranın mətbəxlərində, şadlıq evlərində bunları görübdür. Göründü, xəbər verməsə nələr var. Biz bir telelayihə çərçivəsində azad istəyirə icra bilirik. Bir neçə il öncə şəhərdə olan bir çox restoranların mətbəxlərində araşdırma apardıq. Məlum oldu ki, şəhərin ən mərkəzində olan, ən prestij, zalı çox bərri bəzəkli olan restoranların mətbəxləri çox bərbad gündədir. Çox bərbad gündədir və ora istehsalçılar da baxa bilmirlər və hətta biri lap mərkəzdə, bəlkə də necə deyil restoranlardan birində orada sadəcə olaraq orada yeməkləri qızdırırlar. Hardası pişirib gətirirlər, köhnə yeməkləri də qızdırıb camada verirlər. Yalnız biz birinə nail olduq ki, onlar mətbəxə kameralar qoydular və zalda oturan insanlar, yemək gözləyən insanlar kameralar vasitəsilə monitordan izləyə bildilər. Düşünürəm ki, təcrübə geniş yayılmalıdır. Demək, bunu eləmək mümkündür də. Əlbəttə, çətin bir şey deyil. Onu da qeyd edeyim ki, açıq mətbəx olan restoranlar da var ölkədə. Çox yaxşı haldır. Mənim qonaqlarım gələndə, məsəl üçün, mən yerlərə aparıram. Və yaxud restoranlar, şadlıq evləri elə bir şərait yaratmalıdır ki, insanlar, necə deyərlər, sifariş verənlər göz gəzdirə bilsin. Çox təəssüf ki, belə halda yoxdur. Lakin şadlıq evlərində problemlər daim mövcuddur. Yaxşı ki, Qida Təhlükəsizliyi Agentliyi bu işlərə nəzər salır.